Sakinlər yol kənarında ağac əkmək istəyir, bələdiyyə isə buna icazə vermir. Şəkinin Kiçik Dəhnə kəndinin sakinləri iddia edirlər ki, təşəbbüs qaldıraraq magistral yoldan kəndə gedən yolun bir hissəsində yaşıllaşdırma işlərinə başlayıblar. Kənd sakini Qabil Nurəliyev bildirib ki, sakinlər bir araya gələrək yolun təxminən 3 kilometrlik hissəsinin kənarlarında işıq dirəkləri quraşdırıb ağaclar əkiblər. Onun sözlərinə görə qalan 3 kilometrlik hissədə isə bələdiyyə sədri ağac əkilməsinə icazə vermir. Cəmaatımla, kənd cəmaatımla yığılaraq bura evlər şam əkirik. Yarda 800 ədəd Zaqatala magistral girişindən əkmişik. Burada bizi bələdiyyə sədri, Şəki rayonu Kiçik Dəhnə bələdiyyə sədri Cəlalov Əlvida Babaoğlu bizə bir ildir ki, müayinəçilər törədir, qoymur ağac əkməyə. Sakinlər bildirirlər ki, yaşıllaşdırma işləri üçün lazım olan vəsait də elə kənd sakinlərinin dəstəyi ilə toplanıb. Moskvada uşaqlarımız ticarətlə məşğuldular. Onların Qabilin təşəbbüsü ilə yığılışıb, hərə öz qazandığı vəsaitdən biraz ayırıb bu kəndi neçə ildir Sovet hökuməti dağılandan bu yollar çılpaqdır. İstəmişik ki, sadəcə olaraq iki tərəfli hər tərəfdən ağacların əkilməsi və yaşıllaşdırma işinə baxaq. İndi bu yol getməlidir axıratan. Buradan bu tərəfə müddəa düşüb ki, bələdiyyə deyir, biz qoymuruq. Bura mən ağacları gətirdim. Bu birinci ağacdan sonuncu ağaca qədər mən gətirmişəm. İndi bizə qalmışıq belə çıxılmaz vəziyyətdə. Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri Əlvida Cəlalov isə məsələnin tamamilə fərqli olduğunu bildirib. Onun sözlərinə görə həmin ərazi ağac əkilməsi üçün uyğun deyil. O adama mən deyirəm ki, o qosfond yerinə, o tikə kimi qosfond yeridir, dövlət fond torpaqları örüşdür. Oradan aşağı bələdiyyə torpaqlarıdır. Və həmin yolda yol idarəsi məxsusdur. Yolun kənarında 25 metr məsafə yol idarəsi məxsusdur. Mən nə deyirəm ki, oradan aşağı töhmə torpaqdır, yolda dardır. Sən ora ağac əkirsən, suyu qoyub gedirsən, suda yolu yuvası da oradan 500 minlik diametrində su durbası gedir. O durba qaçsa, mən qurbanı qaldırmağa bələdiyyənin gücü yoxdur. Onu da qeyd edib ki, vətəndaşlar əgər ağac əkmək istəyirlərsə, yamacda sürüşmənin qarşısını ala biləcək yerlərə əksinlər. Rəhman Həkimzadə, Sadiq Kərimov, Xəzər xəbər.